Fevralın 9-na olan 2026-cı ildə düşmüş buraxılış sualı silsilə. Silsilə sualını həmişə uşaqlar çətin gözləyir, amma bu dəfə çox asan bir silsilə sualına qarşı-qarşıyayıq. Baxın, burada silsilə fərqini istəyir. 13-cü həddini verir və 28-ci həddini verir və bizdən silsilə fərqini, yəni D-ni istəyir. Silsilə fərqini tapmaq üçün biz bilirik ki, A28-dən A13-ü çıxanda bizə nə verir? 15D-ni verir, yəni 15 silsilə fərqini verir. Bunu bilsək, hər şey həll olur. A28-in yerinə yazıram 28 çıxılsın. A13-ün yerinə isə yazıram. Nə yazıram? 58. Bərabərdir 15D-yə. 15D bərabərdir -30-a. D də bərabərdir. -30-u 15-ə bölürük, nə alırıq? -2. Bu qədər sadə. 2 saniyəyə biz bu sualı həll edirik.